Salam əziz abituriyentlər. Əgər riyaziyyatdan model testləri həll edərkən bəzi suallarda ilişib qalırsınızsa, bu video sizin üçün hazırlanıb. Bugün 2000-ci il model testlərini birlikdə həll edəcəyik və hər bir sualı mümkün qədər sadə, aydın və başa düşülən şəkildə izah edəcəyim. Amma bir xahişim var. Cavabı məndən əvvəl görməyə çalışın. Sualı oxuyun, videonu dayandırın, özünüz həll edin və sonra mənim həllimlə müqayisə edin. Belə etdikdə bu videodan daha çox fayda əldə edəcəksiniz. Və bir planımız da var. Əgər bu videoya maraq böyük olsa, növbəti illərin model testlərini də birlikdə həll edəcəyik. 2001-ci ildən başlayaraq cari ilə qədər. Hazırsınızsa başlayaq. Kitabların sayı 170-dən çox və 210-dan azdır. Onlar əvvəlcə hər bağlamada 8 kitab olmaqla bağladılar, sonra isə həmin kitabları hər bağlamada 12 kitab olmaqla yenidən komplektləşdirərək bağlayıb kitabxanaya göndərdilər. Kitabxanaya neçə kitab göndərilmişdir? Yəni kitabların sayına X deyək. Kitabların sayı X olarsa, birinci cümlədən bizə məlum olur ki, X 170-dən çox və 210-dan da azdır. Və bundan əlavə, əgər onları hər bağlamada 8 kitab olmaqla bağlaya biliblərsə, deməli, X ədədi, X sayı 8-ə tam bölünür. Sonra isə həmin kitabları hər bağlamada 12 kitab olmaqla yenidən komplektləşdiriblərsə, deməli, X həm də 12-yə bölünür. Biz də bilirik ki, əgər ədəd həm 8-ə, həm də 12-yə bölünürsə, onda onların əkobuna bölünür. 8 və 12-nin əkobu 24 olduğu üçün, deməli, axtardığımız say, yəni X, 24-ə tam bölünür. Və biz 24-ün bölünənlərindən 170 və 210 arasında olanını seçməliyik. Cavablar arasında bu cavab B bəndidir, 192-dir. Bunu necə tapmaq olar? Deməli, X 24-ün bölünənidirsə, elə bir n ədədi var ki, X bərabərdir 24 vur n kimi göstərilə bilir. Burada n natural ədəd. Onda biz bu bərabərsizliyi belə yaza bilərdik. 24n 170 ilə 210-un arasındadır. Və indi bunun hər tərəfini bölsək 24-ə, n 7 tam 24-də 2 ilə 8 tam 24-də 18 arasındadır və n də natural ədəddir. Və bu ədədlərin arasında olan natural ədəd 8-dir. Deməli, n 8-dirsə 24-ün 8-ci bölünəni. Onda X bərabərdir 24 vur 8, elədir 192. Yenə deyirəm, əziz abituriyentlər, bu yazılışı əgər izah tələb olunarsa yazmaq məsləhətdir. Yox, izah tələb olunmursa, elə buradan siz 24-ün bölünəni 170 və 210 arasında cavablarının arasından seçdik ki, bu 192-dir. Cavab da B bəndi. Oldu B bəndi. İkinci sual hesablayın. Bu misalı həll etmək üçün 12-də 11-i olduğu kimi saxlayaq. Üstəgəl, ikinci kəsrin surətində 1-dən 2-də 1 çıxanda qalır 2-də 1, 2-də 1-in üstünə 3-də 1 gəlsək, 6-da 5. Məxrəcdə isə 1 çıxılsın, 2-ni göstərsək əgər 3-də 6 kimi, onda 3-də 6-dan 3-də 1 çıxanda qalar 3-də 5, 1-i də 3-də 5-ə bölmək, 1-i 3-də 5-in tərsinə vurmaq deməkdir, yəni 5-də 3 eləyir. Bərabərdir. 12-də 11, üstəgəl, kəsr xəttinə bölmə əməli ilə əvəz eləyək, bölünsün. 1-i 5-də 5 kimi göstərsək, onda 5-də 5-dən 5-də 3 çıxanda 5-də 2. Kəsrə bölmək, kəsrin tərsinə vurmaq deməkdir. Ona görə də 6-da 5-i vururuq 2-də 5-ə. Beləliklə alırıq ki, 12-də 11, üstəgəl, 12-də 25. 12-də 11-in üzərinə 12-də 25 gəlsək, 12-də 36. Bununsa cavabı eləyir 3. Cavab oldu Y bəndi. Üçüncü sual. Bir rəqəmli ədədi 10 vahid artırdılar. Həmin ədədə X deyək. 10 vahid artırdılarsa oldu X plus 10. Alınmış ədədi neçə faiz artırmışdılarsa, gəlin baxaq görək bu zaman neçə faiz artdı. Faiz artımını tapmaq üçün surətdə fərq, məxrəcdə əvvəlki qiymət və vurulsun 100%. Elə bir düsturdan istifadə edildik. Bunların fərqi 10-dur, əvvəlkisi X idi və bunu da 100-ə vuranda eləyər bizim üçün X-da 1000%. Deməli, X-da 1000% qədər artıb. Yenidən bu X plus 10 ədədini bu qədər artırmaq o deməkdir ki, X plus 10-un üzərinə gəlirik X plus 10-un bax bu faizini. Yəni, ədədin də faizini tapmaq üçün bilirik ki, ədədi faizə vurub 100-ə bölürük. 100-ə də bölmək, 100-ə də bölsək, onda bu mini elə 100-ə bölmüş olaraq, bu da eləyər 10 böl X, bu kəsr 10 böl X olar və ədəd 72-yə bərabər olub. Deməli, tənlik aldıq. X plus 10, üstəgəl, X plus 10
vurulsun x da 10 bərabərdir 72. Mötərizəni açıb bu tənliyi həll eləyək. Alarıq ki, x üstəgəl 10 üstəgəl mötərizəni açarkən alırıq ki, 10 üstəgəl 100 böl x bərabərdir 72-yə. Buradan da alarıq ki, x üstəgəl 20 üstəgəl 100 böl x bərabərdir 72. Bu tənliyin hər tərəfini məxrəcdən qurtarmaq üçün x-a vursaq və onu kvadrat tənliyi şəklində yazsaq, alarıq x kvadratı. 72-ni digər tərəfə köçürsək, 20 çıx 72, 50, mənfi 52 eləyir. X-a da vuranda mənfi 52x. Bu kəsri də x-a vursaq, alarıq 100. Bərabərdir 0. Bu tənliyin köklərini Viet teoreminə görə tapırıq ki, köklərdən biri 2-dir, biri isə 50-dir. Bir rəqəmli ədəd deyirdi, deməli 50 kənar kökdür. Cavab 2-dir. Həmin ədəd B bəndi 2. 4-cü sual. Kök altında 4 plus kökdə 12 çıxılsın, kök altında 4 minus kökdə 12 ifadəsini hesablayın. Gəlin bu ifadəni bir A ilə işarə edək. Deyəcəyim üsul ən rahat, hamıya əl çatan olan bir üsuldur. İndi bu bərabərliyin hər tərəfini kvadrata yüksəldək. Əgər bu bərabərliyin hər tərəfini kvadrata yüksəltsək və müxtəsər vurma eyniliyinə görə fərqin kvadratını açdığımız qayda ilə açaq. Birinci kökün kvadratı kök getdi, qaldı 4 üstəgəl kökdə 12 çıxılsın. 2 vurulsun birinci ilə ikincinin hasili. Bunu da belə bir kökün altında yaza bilərəm. 4 üstəgəl kökdə 12 vurulsun 4 çıx kökdə 12. Üstəgəl ikinci kökün kvadratı, yenə kök ixtisar olunan kvadratdan qalır 4 çıx kökdə 12 və bu bərabərdir A kvadratdan. Burada müsbət kökdə 12 ilə mənfi kökdə 12 islah olunur. 4 üstəgəl 4 elədi 8. 8 çıxılsın 2 kök altında. Kökün altındakı müxtəsər vurma eyniliyinə görə 4-ün kvadratı çıx kökdə 12-nin kvadratı. Yəni 16 çıxılsın 12. Bu bərabərdir A kvadratdan. 8 çıxılsın 2 vurulsun. Kökdə 4-dən də 2 çıxır. Deməli 8 çıxılsın 4 elədi 4. 4 bərabərdir A kvadratdan. A da bərabərdir müsbət mənfi 2-yə. Lakin baxırıq ki, kök altında 4 plus kökdə 12 kök altında 4 çıx kökdə 12-dən böyük olduğu üçün deməli bunun cavabı müsbət ədəddir. Ona görə A bərabərdir müsbət 2-yə. Cavab oldu C variantı. 5-ci. X üstü 1,5 çıx 1 bölünmüş x üstü 0,5 çıx 1 çıxılsın kökdə x çıx 2 mötərizə bağlandı bölünmüş. Surətdə x minus 1, məxrəcdə isə kökdə x minus 1 ifadəsini sadələşdirin. X üstü 1,5 elə x üstü 0,5-in kubu olduğundan biz onu kublar fərqi kimi vurğulara ayıra bilərik. Onda vurğulara ayırsaq, alırıq ki, x üstü 0,5 çıx 1 vurulsun. İkinci mötərizədə birincinin kvadratı, yəni x, üstəgəl birinci ilə ikincinin hasili, yəni x üstü 0,5, üstəgəl ikincinin kvadratı, yəni 1. Məxrəcdə isə x üstü 0,5 çıx 1. İkinci kəsirdə isə burada kökdə x-in yerinə kəsir üstü qüvvətə keçsək, x üstü 2-də 1 yaza bilərik, yəni x üstü 0,5. Çıxılsın 2. Mötərizənin içərisi idi. Bölməni vurmaya çevirək. Onda surətlə məxrəcin yerini dəyişərik. Surətdə kökdə x minus 1 olar. Məxrəcdə isə x minus 1-i biz kökdə x minus 1, kökdə x plus 1 kimi yaza bilərik. Bərabərdir. Bu kəsirdə surətdəki birinci vuruq məxrəci ixtisar vardı. Qaldı kəsirin yerində x üstəgəl x üstü 0,5 üstəgəl 1 çıxılsın x üstü 0,5 çıx 2 vurulsun. Bu kəsirdə də ixtisarı görürük. İxtisarı etsək, qalar 1 bölünmüş. Kökdə x plus 1, onu da yenə də yazaq. Elə kök kimi yazaq. Çünki cavablarda da köklə göstərilir. Bu da bərabərdir. Bu mötərizənin içərisində x üstü 0,5 çıxılsın. X üstü 0,5 bizə 0 verir. 1 çıx 2 də mənfi 1 verdi. Deməli, aldıq ki, x çıx 1 vurulsun 1 bölünmüş kökdə x plus 1. Yenə də x-a biz kökdə x-in kvadratı kimi baxsaq, onda o vurğulara ayrılır. Kökdə x minus 1 vurulsun kökdə x plus 1 vurulsun 1 bölünmüş kökdə x plus 1. Burada kökdə x plus 1 ilə məxrəcdəki kökdə x plus 1 ixtisar gedir. Qalır kökdə x minus 1. Yəni oldu cavab A variantı. 2-ci sual. 15-ci dərəcədən kök altında 0-dan 1000-də 125 üstü 10 vurulsun 64 üstü 5 vurulsun 27 üstü 10 ifadəsini hesablayın. Biz burada 0-dan 1000-də 125-in bilirik ki
0,5'in kubudur. Əgər 0,125'in üstündə 10'dursa, onda deməli bu 0,5 üstü 3, bunun da üstündə 10. Bu isə bizə 0,5 üstü 30 verir. Deməli 15-ci dərəcədən kök altında 0,5 üstü 30 vurulsun. 64 2 üstü 6'dır. 64'ün üstündə 5. Onlar 2 üstü 6 üstü 5. Yəni 2 üstü 30. Bunu da yazaq. 2 üstü 30 vurulsun. 27 ise 3'ün kubu olduğundan onda 27 üstü 10 onlar 3'ün kubu üstü 10. Bu da üstler vuruldu. Yine de olur 3 üstü 30. Yani kökün altında görürük ki her bir qüvvətin dərəcəsi eynidir. 30, 30, 30 onları yaza bilərdik. 0,5 vurulsun 2 vurulsun 30 ve üzr istəyirəm 3 mötərizənin üstündə 30. Kök bağlandı. O da beraberdi. Mötərizənin içərisi 0,5'i 2'ye vuranda 1 oldu. 15-ci dərəcədən kök altında 3 üstü 30 və burada da ixtisar getdi. Kökün dərəcəsi ilə kök altı ifadənin üstü, qüvvət üstü qaldı 3'ün kvadratı. Bu isə 9 verir bizə. Cavab oldu A bəndi. 7-ci sual. Sinifdəki 25 şagirddən 10 riyaziyyat, 8-i isə tarix dərnəyinə yazıldı. Dərnəklərə yazılan şagirdlərdən 3'ü hər iki dərnəyə yazıldı. Neçə şagird heç bir dərnəyə yazılmadı. Bu misalı biz Eyler-Venn dairələrindən eləyək. Deməli, fərz eləyək ki, bax bu riyaziyyat dərnəyinə, bu tarix dərnəyinə yazılanlardır və sinif isə bu düzbucaqlının içində olanlar şagirdlərdir. Riyaziyyat dərnəyinə gedənlər 10 nəfərdir, tarix dərnəyinə gedənlər 8 nəfərdir, 3 nəfər hər iki dərnəyə gedib. 3 nəfər hər iki dərnəyə gedib. Riyaziyyatda 10 nəfər var idisə, deməli 10 nəfər bu dairənin içərisindədir. Onlardan 3 nəfəri həm də tarixə gedirsə, təkcə riyaziyyata gedənlər 7 nəfər var. Tarix dərnəyinə isə 8 nəfər gedirdi. Onlardan 3'ü həm də riyaziyyata gedir. Deməli təkcə tarix dərnəyinə gedənlər 5 nəfərdir. Sinifdə isə, yəni bu düzbucağın içərisində 25 şagird olmalıydı. İndi gəlin baxaq görək dərnəklərə ümumiyyətlə neçə nəfər gedir? 7 üstəyəl 3 üstəyəl 5, 15 nəfər. Əgər 15 nəfər bu dərnəklərə gedirsə, onda 25 çıxılsın 15, yəni 10 nəfər heç bir dərnəyə getmir. Cavab oldu Y bəndi. Tənliklər sistemindən Y bölü X-i tapın. İkinci tənliyin hər iki tərəfini 2'ye vursaq, Y-i yox eləmək olar. Birinci tənliyi olduğu kimi saxlayırıq. 1 bölü X çıxılsın 8 bölü Y bərabərdir 8'ə. İkinci tənliyin hər iki tərəfini 2'ye vurmuşuqsa alırıq 10 bölünmüş X üstə gəl 8 bölünmüş Y bərabərdir 102'ye. İndi bunları alt-alta toplasaq, onda 1 bölü X ilə 10 bölü X'in cəmi eləyər 11 bölü X, mənfi 8 bölü Y üstə gəl müsbət 8 bölü Y islah olundu. Bərabərdir 8 ilə 102'nin də cəmi 110. Bu bərabərliyin hər tərəfi 11'ə bölsək, alırıq 1 bölü X bərabərdir 10'a. Bu isə elə o deməkdir ki, X bərabərdir 10'da 1'ə. 1 bölü X'in yerinə birinci tənlikdə 10'u qoysaq, onda alarıq ki 10 çıxılsın 8 bölü Y bərabərdir 8. Buradan da alırıq ki 8 bölü Y elə 10 çıx 8 yəni 2'dir. Buradan da Y bərabərdir 8 bölü 2 yəni 4. Y 4, X da 10'da 1. Bizdən isə Y bölü X'i soruşurdu. Yəni 4 bölünmüş 10'da 1. 10'da 1'ə bölmək tərsinə, yəni 10'a vurmaq deməkdir. 4'ü də 10'a vuranda eləyər 40. Cavab oldu B bəndi. 9-cu sual. Bərabərsizliyi həll edin. Kök altında 7 plus X böyüdür bərabərdir 7 çıx 2X-dan. İrasional bərabərsizlikdir və belə bərabərsizliklərdə mütləq dəyişənin mümkün qiymətlər çoxluğunu nəzərə almaq lazımdır. Amma 7 çıx 2X ifadəsi mənfi olarsa, kökdən çıxan onsuz da həmişə ən aşağısı 0 olur. Yəni 7 çıx 2X-in mənfi və bu kökün də mənalı olan qiymətləri bu bərabərsizliyə həllər çoxluğudur. Bu 1. Bundan əlavə bir də hər iki tərəfi kvadrata yüksəltməliyik ki, kökdən azad olaq. Deməli, bu dediklərimizin hər ikisini nəzərə alaq. Birinci növbədə deyirik ki, kökün mənası olsun, yəni 7 plus X böyüdür bərabərdir 0 olsun və 7 çıx 2X mənfi olsun.
mənfi və ya 0 da ola bilər. Və bir də hər tərəfi kvadrata yüksəltsək, alarıq 7 plus x böyükdür, bərabərdir 7 minus 2x mötərizənin kvadratı. Yenə də burada 7 plus x təbii ki, böyük olmalıdır. Böyük bərabərdir 0. Deməli, bu iki sistemin həlləri çoxluğunun birləşməsi olur bu bərabərsizliyin həlli. Birincidən alırıq ki, birinci sistemdə x böyükdür, bərabərdir mənfi 7, mənfi 2x kiçikdir, bərabərdir mənfi 7. Bunu da hər tərəfinə bölsək mənfi 2-yə alaraq x böyükdür, bərabərdir 3,5-dən. Yəni, mənfi 7-dən böyük bərabərlər və 3,5-dən böyük bərabərlər. Bu elə 3,5-dən böyük bərabərlər deməkdir. Mənfi 7 dolu nöqtə, ədəd oxu üzərində göstərək. Mənfi 7-dən sağ, bu bir sistemin birinci bərabərsizliyin həlli. Və 3,5-i də yenə də dolu nöqtə ilə göstəririk. X böyükdür, bərabərdir 3,5 isə, deməli, x 3,5 və 3,5-dən sağda yerləşir. Hər ikisini ödəyənlər, yəni hər iki ştrixin düşdüyü yer bu sistemin həllidir. Oldu 3,5 müsbət sonsuzluq. Bu o şərt daxilində ki, biz bu 7 minus 2x-i mənfi elədik və kökdən çıxanda həmişə müsbət olduğu üçün bu aralığa daxil olan ədədlər bu bərabərsizliyin həllidir. Amma təkcə bunlar deyil. İndi bunun ikinci sistemdə nəzərə alaq. Əgər 7 plus x bu mötərizənin kvadratından böyük bərabərdirsə, təbii ki, o kvadratdan böyük bərabər olanlar elə sıfırdan böyük bərabər olur. Ona görə burada avtomatik bu ikinci bərabərsizlik elə birincinin içində gizlənib deyə onu ata bilərik. Birinci bərabərsizliyin isə o mötərizənin kvadratını açsaq, alarıq 49 minus 28x üstəgəl x kvadratı. Buradan da alarıq ki, x kvadratı bu x-i də əks işarə ilə köçürdək digər tərəfə. Çıxılsın 29x, 7-ni də köçürsək üstəgəl 42 və işarə dəyişdik. Kiçikdir, bərabərdir 0. Düzdür istəyirəm, burada 4x kvadratı olmalıdır. 4x kvadratı. Bunu biz vuruqlara ayıra bilərik. Vuruqlara ayırsaq 4x x çıx 21 çıx 2. Deməli 4x minus 21 vurulsun x minus 2. Kiçikdir, bərabərdir 0. Bu bərabərsizliyin həll eləmək üçün intervallar üsulundan istifadə edəcəyik. Birinci mötərizənin sıfırı 4-də 21, yəni 5,4-də 1. İkinci mötərizənin sıfırı 2-dir. Deməli, hər ikisi 2 dolu nöqtə ilə 2 və 5,4-də 1. Kvadratik funksiya olduğu üçün bunun qrafiki paraboladır. Qolları yuxarı yönələn paraboladır. Kənarlarda müsbətdir. Orta hissədə mənfidir. Və bizə də lazımdır mənfilər. Deməli, oldu 2, 5,4-də 1. Bunu 5,25 də yaza bilərdik. Və hər iki tərəfdən qapalı mötərizə. İndi biz hər ikisini nəzərə almalıyıq. Bunların birləşməsini götürməliyik. Bir ədəd oxu çəkək. Orada həm birincinin həllini 3,5-dən müsbət sonsuzluğu, həm də ikinci sistemin həllini, yəni 2, 5,4-də 1 aralığını göstərsək və bunların birləşməsi deyəndə 2 müsbət sonsuzluq götürülür. Deməli, cavab oldu 2 müsbət sonsuzluq. Tərəfdən qapalı. Bu da oldu B bəndi. 10-cu sual. Sonsuz azalan həndəsi silsilənin, deməli, Q-sü 1-dən kiçikdir. Silsilə cəmi 2-yə bərabərdir. Yəni, S bərabərdir 2-yə. Birinci həddin B1 silsilə vurğundan 10 dəfə böyük olduğunu bilərək silsilə vurğunu tapın. Q bərabərdir suala. Həndəs silsilə üçün, sonsuz azalan həndəs silsilə üçün bilirik ki, S bərabərdir B1 bölünmüş 1 minus Q-yə. Bu düsturda verilənləri nəzərə alsaq, 10Q bölünmüş 1 minus Q-yə bərabərdir 2-yə. Buradan da 10Q bərabərdir 2 çıxılsın 2Q, 12Q bərabərdir 2-yə, Q də bərabərdir, yəni 6-da 1-ə. Yəni cavab oldu C bəndi. Kosinus alfa bərabərdir kosinus beta olarsa, alfa və beta arasında hansı münasibət hökmən doğrudur? Bu bərabərliyi belə də yaza bilərim. Kosinus alfa çıxılsın kosinus beta bərabərdir 0. Fərqi hasilə çevirək. Mənfi 2 sinus alfa plus beta bölü 2 vurulsun sinus alfa çıx beta bölü 2 bərabərdir 0. İndi isə hasilin 0-a bərabər olması şərtinə görə alarıq ki, ya sinus alfa plus beta bölü 2 bərabərdir 0, ya da sinus alfa çıx beta bölü 2 bərabərdir 0.
Sinus nə zaman 0 olur? Pi k'larda. Deməli, alfa plus beta bölü 2 bərabərdir pi k'ya. Buradan da alırıq ki, alfa plus beta bərabərdir 2 pi k'ya. Və yaxud da ki, alfa minus beta bölü 2 bərabərdir pi k olmalıdır. Buradan da alırıq ki, alfa minus beta bərabərdir 2 pi k'ya. Burada k tam ədəddir, yəni z daxildir. Bu isə cavablarda C bəndidir. 12-ci suala baxaq, sadələşdirin. Surətdə kökdə 2 çıxılsın sinus alfa çıxılsın kosinus alfa, məxrəcdə sinus alfa çıxılsın kosinus alfa. Burada biz köməkçi düsturdan istifadə edəcəyik. Köməkçi bucaq daxil etmə düsturundan. Düstur necə idi? A sinus alfa plus və yaxud minus B kosinus alfa bərabərdir. Kök altında A kvadratı plus B kvadratı vurulsun sinus alfa plus və yaxud minus fi. Haradakı tangens fi bərabər idi B bölü A-ya. Bunu kosinusa da gətirmək olardı. Biz bundan istifadə edəcəyik. Gəlin baxaq. Surətdə kökdə 2-dən sonra bunlardan mənfini mötərizə xaricinə çıxartsaq, içəridə sinus alfa üstə kosinus alfa qalardı və onda biz surəti yaza bilərdik. Kökdə 2 çıxılsın, kökdə 2 vurulsun, sinus alfa plus pi bölü 4. Məxrəcdə də eyni qayda ilə olur. Kökdə 2 vurulsun, sinus alfa çıx pi bölü 4. İndi isə diqqətimiz ona cəlb olunur ki, alfa plus pi bölü 4 ilə alfa çıx pi bölü 4-ün fərqi pi bölü 2-ni verir. 90 dərəcəni verir. Deməli, onda biz çevirmə düsturundan istifadə edə bilərik. Alfa plus pi bölü 4-ün yerinə yaza bilərik ki, pi bölü 2 çıxılsın, alfa çıx pi bölü 4. Daha doğrusu üstə gəl yaza bilərik. Pi bölü 4. Və buradan kökdə 2-ni mötərizə xaricinə çıxartaq. İçəridə qalır 1 çıxılsın, sinus pi bölü 2 üstə gəl, mötərizədə alfa çıx pi bölü 4. Məxrəcdə də kökdə 2 vurulsun, sinus alfa çıx pi bölü 4. Bu kökdə 2-lər ixtisar olunur. Məxrəcdə qalır sinus alfa minus pi bölü 4. Surətdə isə qalır 1 minus. İndi çevirmə düsturuna görə pi bölü 2-nin tək misli olanda bunu atıb trigonometrik funksiyanın adını dəyişirik uçlarına və işarəsi isə hansı rübə düşməsindən asılıdır. Pi bölü 2 üstə gəl nəsə bu düşür ikinci rübə. İkinci rübdə də sinus müsbət olduğundan deməli elə burada işarə öz işarəsi ilə qaldı. Bu isə daha bir başqa düsturu bizim yadımıza salır. Tangens alfa bölü 2-nin düsturu. Tangens alfa bölü 2 bərabərdir 1 çıxılsın kosinus alfa. Məxrəcdə isə sinus alfa. Baxın, indi burada bizdə alfa deyil, alfa minus pi bölü 4. Ona görə də biz buraya yaza bilərik ki, bu bərabərdir tangens alfa çıx pi bölü 4 bölünmüş 2. Bu isə elə tangens alfa bölü 2 çıx pi bölü 8 deməkdir. Bu da cavablarda oldu D variantı. Tənliyi həll edin. Sinus 5x çıx 2 kosinus 2x bərabərdir 3. Bilirik ki, sinus və kosinus mənfi 1 müsbət 1 parçasında qiymətlər alır. Sinus 5x çıx 2 kosinus 2x-in 3-ə bərabər olması üçün mütləqdir ki, sinus 5x özünün ən böyük qiymətinə, yəni 1-i alsın. Kosinus 2x isə özünün ən kiçik qiymətinə, yəni mənfi 1-i alsın. Əks halda bu ifadə 3-ə bərabər olmaz. Bu tənliklərin hər birini həll eləməliyik. 5x bərabərdir pi bölü 2 üstə gəl 2 pi k. Buradan x bərabərdir pi bölü 10 üstə gəl 2 pi k bölü 5. Haradakı k daxildir z-ə. Buradan isə 2x bərabərdir pi üstə gəl 2 pi n. X də bərabərdir pi bölü 2 üstə gəl pi n. Buradakı n tam ədəddir. N daxildir z-ə. İndi bu həllər ailəsinin kəsişməsini tapmaq lazımdır. Yəni elə x-ları tapmaq lazımdır ki, hər iki tənliyi doğru bərabərliyə çevirsin. Bunun üçün vahid çevrədən istifadə edək. Birinci ailəni rahat olsun deyə biz bunu dərəcə ilə göstərək. Pi 180 olduğundan pi bölü 10 18 dərəcə. Üstə gəl 2 pi bölü 5 isə 72 dərəcədir. 72 dərəcə vurulsun k. Birinci həllər ailəsi budur. Bunu göstərək çevrə üzərində. K-ya 0 versək bu 18 dərəcədir. Təxminən olsun bura. 18 dərəcə. K-ya 1 versək 18 üstə gəl 72 90 dərəcə alaraq. K-ya 2 versək, deməli hər 72 dərəcədən bir bu təkrarlanır. 90 üstünə 72 gəlsə 162 olsun burada. K-ya 72 dərəcədə buna döndərsək, bunlar 234 dərəcə. Üzərinə 72 gəlsə 306 dərəcə. Üzərinə yenə 72 gəlsə gəlir düşür bura. İkinci həllər ailəsi isə 90 dərəcə üstə gəl 180 dərəcə vurulsun n-dir. Yəni bunu qırmızı ilə göstərək. N-ə 0 versək bu 90 dərəcə deməkdir və 180 dərəcədən bir təkrarlanır.
İndi hansı hissəyə 2 dənə hər 2 ştrix düşdü? Yəni 90 dərəcə həm birinci həllər ailəsinin, həm də ikinci həllər ailəsinin üzvüdür. Ona görə x bərabərdir pi bölü 2. Bir də tam dövrdən sonra, yəni 2 pi k-dan sonra. Buna da buradakı k da daxildir z-ə. Qeyd eləyək ki, burada həllərin birləşdirilməsini başqa üsulla da həll etmək olardı. Başqa üsulla da cavabı almaq olardı. Bunun üçün biz nə etməliydik? Deməli, biz aldıq ki, x bərabərdir. Birincidən almışdıq ki, pi bölü 10 üstə gəl 2 pi k bölü 5. Buradakı k daxildir z-ə. İkincidən isə almışdıq ki, x bərabərdir pi bölü 2 üstə gəl pi n. Buradakı n daxildir z-ə. Əvvəlcə pi bölü 10-la pi bölü 2-nin əkobunu tapırıq. Əkob pi bölü 10, pi bölü 2. Pi bölü 10 18 dərəcə, bu da 90 dərəcədir. Bunların əkobu ilə 90 dərəcədir, yəni pi bölü 2-dir. İndi isə 2 pi bölü 5 ilə pi-nin əkobunu tapırıq. Əkob 2 pi bölü 5 və pi. 2 pi bölü 5 72 dərəcə deməkdir. Pi isə 180 dərəcədir. Bunların əkobu 360 dərəcədir. 2 pi. Onda cavab belə təqdim olunur. X bərabərdir. Pi bölü 2 üstə gəl 2 pi m. Buradakı m tam ədəddir. Buna cavab isə C bəndi uyğundur. M4, 6 nöqtəsi aşağıdakı funksiyalardan hansının qrafiki üzərindədir? Deməli, x-in yerinə 4, y-in də yerinə 6 qoysaq, baxaq görək hansını ödəyir. Burada əgər x-in yerinə 4, y-in də yerinə 6 qoysaq, görürük ki, bu ödənmir. Çünki 4 qoysaq daha böyük ədəd alınar. Burada da ödənmir. C bəndi ödənir. X-in yerinə 4 qoysaq, onda 4 üstə gəl kökdə 4 ilə 6-ya bərabərdir. Ona görə cavab oldu C bəndi. İkinci sual. F(x) bərabərdir y üstə 2 plus x üstə gəl surətdə x məxrəcdə x kvadratı çıx 1 funksiyası üçün f' mənfi 2-ni tapaq. Gəlin əvvəlcə bu funksiyanın törəməsini tapaq. Cəmin törəməsi törəmələr cəminə bərabərdir. Əvvəlcə birinci toplanandan y üstə 2 plus x-dan törəmə alsaq, y-nin törəməsi elə özüdür. Y üstə 2 plus x. Bir də vurulsun 2 plus x-in törəməsi. O da 1 verir bizə. Üstə gəl. Bu kəsrin törəməsini hesablayanda məxrəcdə məxrəcin kvadratı, yəni x kvadratı çıx 1 mötərizənin kvadratı. Surətdə surətin törəməsi, x-in törəməsi 1 verir. Vurulsun məxrəc, eləyər x kvadrat çıx 1. Çıxılsın surət, vurulsun məxrəcin törəməsi. Məxrəc x kvadratı çıx 1 olduğundan onun da törəməsi 2x-dir. Beləliklə biz nə alırıq? Alırıq ki, y üstü 2 plus x üstə gəl, məxrəcdə x kvadratı çıx 1 mötərizənin kvadratı. Surətdə x kvadratı çıx 1, çıxılsın 2x kvadratı. Bax, bu surət elə bizə mənfi 1 çıx x kvadratını verir. Mənfi 1 çıx x kvadratında biz mənfini mötərizənin xaricinə, yəni kəsrin qarşısına verə bilərik. Onda alarıq, mənfi bura gəlsin, çıxılsın 1 üstə gəl x kvadratı. İndi isə f' mənfi 2-ni hesablaya bilərik. X-in yerinə mənfi 2 qoyuruq törəmədə. Onda olur y üstə 0, çıxılsın 1 üstə gəl mənfi 2-nin kvadratı 4, məxrəcdə də 4 çıx 1 mötərizənin kvadratı. Y üstə 0 1-dir, çıxılsın surət 5-dir. Məxrəcdə də 3-ün kvadratı 9. Beləliklə cavab oldu 9-da 4. Yəni cavab B bəndi. Tənliyi həll edin. Loqaritma LGX üstə gəl LGX kubu çıx 2 bərabərdir 0. Bilirik ki, loqaritma A əsasdan B üstə gəl loqaritma A əsasdan C. Bu cəmi biz loqaritma A əsasdan B vur C kimi yaza bilərik. Ona görə də bu tənliyimizi yazaq. LG mötərizədə LGX vurulsun LGX kubu çıxılsın 2 bərabərdir 0. İndi loqaritmanın qiyməti nə zaman 0-dır? Loqaritmanın tərifinə görə loqaritma altı ifadə 1 oldu. Bu da hardan alınır? LGX vurulsun. Bu LGX kubunu 3 LGX kimi yaza bilərik. Çıxılsın 2 bərabər olmalıdır 10 üstə 0, yəni 1. Buradan da mötərizəni açsaq, alarıq 3 LG kvadratı x, çıxılsın 2 LGX, 1-i də köçürdək bərabərliyin digər tərəfinə, bərabərdir 0. İndi LGX-a y deyək, əvəz edək. Onda tənliyimiz düşər 3y kvadratı çıx 2y çıx 1 bərabərdir 0. Bu kvadrat tənliyi həll eləsək, köklərdən birini alaq 1, digəri isə mənfi 3-də 1-dir. Lakin fikir verək ki, LGX burada
digər loqaritmanın içindədir. Yəni loqaritmanın içində də mənfi ola bilməz. Ona görə burada əvəzləmə aparanda ya gərək qeyd eləyəydik ki, y böyükdür 0 olmalıdır və yaxud da ki, elə indicə deyəcək ki, əgər əvəzləmədə nəzərə alsaq, burada LQ x -3/1-ə bərabər olmur. Bilməz. Bu -3/1 kənar kökdür. Deməli, onda LQ x bərabər olmalıdır 1-ə. Buradan da alırıq ki, x bərabərdir 10. Cavab 10 D variantı. 17-ci sual. Loqaritma A əsasdan 3 kiçikdir 0 isə aşağıdakı şərtlərdən hansı ödənir? Loqaritmik funksiyanın qrafikini yadımıza salaq. Y bərabərdir loqaritma A əsasdan x funksiyasının qrafiki. Əgər A 1-dən böyükdürsə, qrafik belə idi. Yəni, o həmişə 1-0 nöqtəsindən keçir. Əgər A 0-la 1-in arasındadırsa, onda qrafik yuxarıdan aşağıya doğru, yəni azalan idi, belə idi. İndi bizdə əgər loqaritma A əsasdan 3 0-dan kiçikdirsə, yəni mənfidirsə, deməli, bu qrafika uyğundur. Yəni, A 0-la 1-in arasında yerləşir. Cavab Y. 18-ci sual. Fx bərabərdir x kvadratı çıx 7x üstəyər 3 funksiyasının qrafikinə müəyyən nöqtədə çəkilmiş toxunan y bərabərdir 5x plus 2 düz xəttinə paraleldir. 2 düz xəttin paralel olması üçün onların bucaq əmsalları bərabər olmalıdır. Teoremin tərifinə görə, deməli, onda f' x bu elə k-ya bərabərdir və bu da bərabər olmalıdır digər düz xəttin bucaq əmsalına, yəni 5-ə. Bu funksiyanın törəməsi olur 2x çıx 7, o da bərabərdir 5. O tənliyi həll eləsək 2x bərabərdir 12, x də bərabərdir 6. Deməli, cavab B variantı. 19-cu sual. 120 dərəcəyə bərabər olan CD bucağının tərəfləri olsun 120 dərəcəlik CD bucağı tərəfləri arasından A şüası keçir. Olsun A şüası. SA və AD bucaqlarının dərəcə ölçülərinin 1/2 nisbətində SA 1K-dır, AD isə 2K-dır. Olduğunu bilərək bu bucaqları tapın. Deməli, 1K üstəyəl 2K bərabər olmalıdır 120 dərəcəyə. Buradan da 3K 120 dərəcədir, K da bərabərdir 40 dərəcəyə. K 40 dərəcədirsə, deməli, AC olur 40 dərəcə, AD bucağı isə 2K, yəni 2 vur 40 dərəcə, 80 dərəcə. Bu da verdi bizə 40 dərəcə, 80 dərəcə B variantını. 20-ci sual. Üçbucaq ABCD A bucağı 75 dərəcə, B bucağı 45 dərəcə, AB 1 desimetr olduqda AC tərəfini tapın. Bir üçbucaq çəkək, adlandıraq bunu ABC. Şərtə görə A bucağı 75 dərəcədir, B bucağı 45 dərəcədir, AB də 1 desimetrdir. AC tərəfini soruşur. AC-yə bir x deyək. Şərtə görə üçbucağın iki bucağı verilib. Onda biz üçüncü bucağı tapa bilərik. Bucaq C 180 dərəcə çıxılsın bu iki bucağın cəmi. Yəni 75 ilə 45-in cəmi. Və verir bizə 60 dərəcəni. Deməli C 60 dərəcədir. Onda sinuslar teoremini tətbiq eləyək. Sinuslar teoreminə görə yaza bilərik ki, AB-nin sinus bucaq C-yə nisbəti bərabərdir AC-nin sinus bucaq A-ya. Üzr istəyirəm B-yə nisbət. Buradan da AC bərabərdir. AC vurulsun sinus bucaq B bölünmüş sinus bucaq C. Qiymətlərini yerinə qoysaq AC 1 desimetr idi. Sinus bucaq B sinus 45 dərəcədə bölünmüş C bucağında tapdıq ki 60 dərəcədir. Cədvəl qiymətlərini yerinə qoyaq. Alarıq ki kökdə 2 böl 2 bölünmüş kökdə 3 böl 2. 2-də 1 ixtisar eləsək kökdə 2 bölünmüş kökdə 3. Bu isə məxrəci irrasionaldan qurtarmaq üçün kökdə 3-ə vursaq, kökdə 6 bölünmüş 3. Deməli, cavab C bəndidir. Kökdə 6 böl 3 desimetrdir. 21-ci suala baxaq. AC bərabərdir BC, O çevrənin mərkəzidir. Qamma bucağı alfadan 75 dərəcə böyükdür. Deməli, qamma bərabərdir alfa üstəyəl 75 dərəcəyə. Beta bucağını tapın. Əgər ACB üçbucağında AC CB-yə bərabərdirsə, deməli bu bərabər yanlıdır. Bərabər yanlı üçbucaqda oturacağı bitişik bucaqlar bərabər olduğundan, deməli B bucağı da alfaya bərabərdir. Üçbucağın daxili bucaqları cəmi 180 dərəcədir. Ona görə A bucağı üstəyəl B bucağı üstəyəl C bucağı 180 dərəcə. Buradan da alırıq ki, 3 alfa üstəyəl 75 dərəcə bərabərdir 180 dərəcəyə. Buradan isə 3 alfa bərabərdir 105 dərəcə. Deməli, alfa da bərabərdir 35 dərəcə. Əgər alfa 35 dərəcədirsə, onda qamma nə qədər olar? Şərtə görə alfa üstəyəl 75-dir. Deməli, 35-in də üstünə 75 gəlsək, bu da verər bizə 110 dərəcəni. Deməli, qamma 110 dərəcədir. Qamma bizdə
daxilə çəkilmiş bucaqdır. Daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısı ilə ölçülür. Əgər S bucağı 110 dərəcədirsə, deməli onun söykəndiyi bu major qövs AB qövsü 220 dərəcədir. AB qövsü əgər 220 dərəcədir, onda minor qövs, yəni qövs ASB bu olar 360 çıxılsın, 360 dərəcə çıxılsın 220 dərəcə. Bu isə verir bizə 140 dərəcəni. Axtarılan beta bucağı mərkəzi bucaqdır. Mərkəzi bucaq söykəndiyi qövsün dərəcə ölçüsünə bərabərdir. Deməli ona görə beta da elə 140 dərəcəyə bərabərdir. Cavab D variantı. 22-ci sual. ABCD paralleqramında AB tərəfi 6 cm, ABN üçbucağının perimetri 14 cm-dir. NAC bucağı NCA bucağına bərabərdir. Bu isə o deməkdir ki, deməli üçbucaq ANC bərabər yanlıdır. Yəni AN NC-yə bərabərdir. Bu deməkdir ki, AN-ə bir x-dirsə, deməli NC də x-dir. Gəlin BN-ə də bir y deyək. Onda ABN üçbucağının perimetri nə deməkdir? Bütün tərəflərinin uzunluqları cəmi. Yəni x üstəgəl y üstəgəl 6. Bu 14 cm-dir. Buradan isə x üstəgəl y bərabərdir 14 çıx 6, yəni 8 cm olduğunu alırıq. Bizdən ABCD paralleqramının perimetrini soruşur. ABCD paralleqramının perimetrini tapmaq üçün AB üstəgəl BC vurulsun 2. Bəs BC nədir? BC ilə x plus y-dir də. X plus y-də 8 cm almışıq. Deməli onda P ABCD bərabərdir. 2 vurulsun AB üstəgəl BC. AB-ni vermişdilər. 6 idi. BC-ni də biz tapdıq. 8-dir. Oldu 28. 28 cm. Cavab C variantı. 23-cü sual. Düzbucağının perimetri 32 cm. Bir tərəfi digər tərəfindən 3 dəfə böyükdür. Deməli bizə bir düzbucağı verilib. Və bu düzbucağının bir tərəfi digər tərəfindən 3 dəfə böyükdürsə, kiçik tərəfinə x-dirsə, böyük tərəfi bundan 3 dəfə böyük, yəni 3x olar. Perimetri isə bilirik ki, 2 vurulsun n üstəgəl uzunluqdur. Yəni 2 vurulsun x plus 3x. Daha sadə desək, 4x-i 2-yə vursaq 8x. Və şərtə görə bu perimetr bərabərdir 32 cm. Buradan isə alırıq ki, x bərabərdir 32 böl 8, yəni 4 cm. Deməli, düzbucağının eni 4 cm-dir, uzunluğu isə olar 3 vur 4, yəni 12 cm. Onda sahə olar n vurulsun uzunluq, yəni 48 kvadrat santimetr. Cavab B variantı. 24-cü sual. Üçbucaq ABC oxşardır üçbucaq A1, B1, C1-ə. BD və B1, D1 medianlardır. AD isə A1, D1-dən 3 dəfə böyükdür. ABC üçbucağının perimetrinin A1, B1, C1 üçbucağının perimetrinə olan nisbətini tap. Əgər bizə 2 üçbucaq oxşardır verilmişdirsə, deməli onda onların uyğun tərəflərinin nisbətləri bərabər. Adlandıraq ABC və A1, B1, C1. BD və B1, D1 medianlardır. Median nə idi? Median təpəni qarşı tərəfin orta nöqtəsi ilə birləşdirən parçadır. Və verir ki, AD A1, D1-dən 3 dəfə böyükdür. Bu elə o deməkdir ki, AD-nin A1, D1-ə nisbəti bərabərdir 3-ə. Ona mən bu kəsrənin surət məxrəcini 2-yə vursam, 2 vur AD elə bölünmüş 2 vur A1, D1-də 3-ə bərabər olar. Bəs 2 vur AD nədir? 2 vur AD ilə AC deyilmi? AC 2 vur A1, D1-də elə A1, C1-dir. Deməli, onda tərəflərin nisbəti 3-dürsə, bu elə mütənasiblik əmsalıdır. Onda perimetrlərin nisbəti də bərabərdir 3-ə. Yəni, P üçbucaq ABC-nin A1, B1, C1-ə olan nisbəti, A1, B1, C1-in perimetrinə olan nisbəti də elə 3-ə bərabərdir. Yəni, burada da cavab C bəndi. 25-ci sual. A və B vektorları arasında qalan bucaq 120 dərəcədir. Deməli, A ilə B-nin arasında qalan bucaq 120 dərəcədir, qeyd edək. A vektorunun uzunluğu 3-ə bərabərdir. B vektorunun uzunluğu bərabərdir 4-ə. Və bizdən 3A vektoru üstəgəl 2B vektorunun uzunluğunu soruşur. Biz bunu tapa bilərik özünə skalar hasilini kök altısı ilə. Yəni, belə bir düstur bilirik ki, A vektorunun skalar kvadratı ilə A-nın uzunluğunun kvadratına bərabərdir. Və buradan da alırıq ki, deməli A-nın uzunluğu, A vektorunun uzunluğu elə özünün skalar hasilinin kök altısıdır. Bu qaydanı tətbiq eləsək, onda alarıq ki, kök altında 3A vektoru üstəgəl 2B vektoru skalar kvadratı. Ötərzəni açsaq,
olaraq 9 A vektorunun kvadratı üstə gəl hasilin 2 misli, yəni 12 A vektoru vurulsun B vektora üstə gəl 4 B'nin kvadratı. B vektorunun kvadratı. Necə dedik ki, vektorun özü-özünə skalyar hasili, yəni vektorun skalyar kvadratı elə onun uzunluğunun kvadratına bərabərdir. Yəni bu 9 vurulsun A'nın uzunluğunun kvadratı üstə gəl 12 vurulsun. Vektorların skalyar hasilini tapanda onların uzunluqlarına vururduq. Onlar arasında qalan bucağın kosinus hasilini. Kosinus 120 dərəcə. Üstə gəl 4 B vektorunun uzunluğunun kvadratı. Kök bağlandı. Bərabərdir. A vektorunun uzunluğu 3'dürsə kvadratı 9'dur. 9 vur 9. Üstə gəl 12 vurulsun. 3 vur 4 vurulsun. Kosinus 120 dərəcədə mənfi 2'də 1 alır. 4 vurulsun. B vektorunun uzunluğu 4 olduğundan 4'ün kvadratı da 16. Və bunu da hesablayaq. Kök altında 81 çıxılsın 72 üstə gəl 64. Bu isə bizə verir kökdə 73'ü. Deməli cavab oldu A variantı. 26. sual. Y bərabərdir 8'də 1 x kubu, y bərabərdir 3 minus x və y bərabərdir mənfi 4x xətləri ilə hüdudlanmış fiqurun sahəsini tapın. Bu qrafikləri sxematik quraq. Y bərabərdir 8'də 1 x kubu, kub paraboladır. Koordinat başlanğıcından keçir. Məsələn 2'də 1 alır. Mənfi 2'də də mənfi 1 alır. Belə bir paraboladır. 3 minus x, y oxunu 3'də kəsir və o x oxu ilə 135 dərəcəlik bucağını getirir. Y bərabərdir mənfi 4x, koordinat başlanğıcından keçir və yerləşir ikinci və dördüncü rüblərdir. Alınan fiqur, bax, 2 hissədən ibarətdir. Biz onu ayıraq. Bax, bu bir hissə, ikinci hissəsi isə burada. Və bunun sahəsini tapmaq üçün biz S fiqur bərabərdir S1 üstəgəl S2. İntegraldan istifadə edəcəyik. S1 yuxarıdan hüdudlanır y bərabərdir 3 çıx x. Aşağıdan isə hüdudlanır y bərabərdir mənfi 4x. Ona görə S1 olur integral. Bunların kəsişmə nöqtəsini tapmaq üçün 3 minus x-ı bərabər eləyirik mənfi 4x-a. Buradan da alırıq ki 3x bərabərdir mənfi 3'ə, x də bərabərdir mənfi 1'ə. Deməli, bax bu oldu mənfi 1. Mənfi 1'dən və 0'a qədər. Mənfi 1'dən 0'a qədər yuxarıdan hüdudlanan 3 minus x çıxılsın aşağıdakı mənfi 4x. dx. Üstə gəl S2 üçün necə hesablayırıq? S2 isə integral, deməli 0'dan bu nöqtənin koordinatlarını tapmaq üçün isə biz bu parabola ilə 3 minus x-in kəsişmə nöqtəsini tapmalıyıq. Yəni onu da burada yazaq. Bu parabola 8'də 1 x kubu bərabərdir 3 minus x. Elə əyani görmək olur ki, x-in 2 qiyməti hər ikisini ödəyir. Burada test olduğu üçün biz, yəni qapalı test olduğu üçün biz bunu mühakimə ilə tapa bildik. Bu kifayət elədi. Amma açıq sual olsaydı, izah tələb olunsaydı, biz bu tənliyin hər iki tərəfini 8'ə vururduq. Sonra hamısını bir tərəfə köçürdük, bir tərəfi 0 eləyirdik və onu vuruqlara ayırmağa çalışırdıq. Və bu zamanda Bezu teoremindən istifadə etmək yerinə düşərdi. Deməli, 2 növbəti sərhəddir. Yuxarıda hüdudlandır 3 minus x funksiyası, çıxılsın aşağıdan isə kub parabola idi. 8'də 1 x kub dx bərabərdir. İndi isə bu integralı hesablamağa çalışaq. Bərabərdir. Birinci integral altı ifadəni sadələşdirək. Olur. Gəlin elə bunun üzərində düzəliş aparaq. 3 minus x çıx mənfi 4x elə üstəgəl 4x deməkdir. Bu da bizə verərdi 3 üstəgəl 3x. Bir daha yazmayaq. 3 üstəgəl 3x. İndi isə integraldan çıxarda bilərik. 3x plus 3x kvadratı böl 2 sərhədlər mənfi 1'dən 0'a. Üstəgəl burada isə
3x çıxılsın x kvadrat bölü 2 çıxılsın 8'de 1 vur x üstü 4 bölü 4. Bunun da sərhədləri 0'dan 2'ye bərabərdir. X'in yerinə 0 qoysaq 0 eləyir. Çıxılsın. X'in yerinə mənfi 1 qoysaq mənfi 3 üstə gəl 2'də 3 üstə gəl digərində. X'in yerinə 2 qoysaq eləyir 6 çıxılsın 2 çıxılsın 32'də 16. 0 qoyanda isə 0'dır. İndi hesablayaq. Bu elə 1/5. Birinci mötərizə. İkinci mötərizə nə verir bizə? 4 çıxılsın 2'də 1. O da elədi 3/5. Cavab elədi 5. Sevəndi. 7-ci sual. İkiyüzlü bucağın ölçüsü 45 dərəcədir. İkiyüzlü bucağın bir üzü üzərində yerləşən nöqtədən və bu tildən A məsafədədir. Digər üzə qədər olan məsafəni tapmaq tələb olunur. Perpendikulyar endirdik və buna da x deyirik. Bax, bu üç bucağa fikir versək, həmin üç bucağı ayrıca çəkək. Deməli, düz bucaqlı üç bucaqda hipotenuz A-dır. İti bucaqlardan biri 45 dərəcədir və 45 dərəcəli bucaqlar arasında duran kateti soruşur. Təbii ki, burada digər bucaqda 45 dərəcə olur. Çünki üç bucağın daxili bucaqları cəmi 180 dərəcədir. Onda Pifagor teoreminə görə yaza bilərik. X kvadratı üstə x kvadratı bərabərdir A-nın kvadratına. Buradan da x bərabərdir A bölünmüş kökdə 2'ye. Cevap oldu sevmədi. 28-ci sualda kürək kubun bütün üzlərinə toxunur. Tilinə A desək, onda kürənin radiusu 1 bərabər olur tilin yarısına A bölü 2'ye. Və bizdən də kubun tam səthinin kub bölünmüş kürənin tam səthinə. Bunu soruşur. Kubun tam səthinin sahəsi 6A kvadratı, kürənin tam səthinin sahəsi, yəni səthinin sahəsi 4πr kvadratıdır. Nəzərə alsaq ki, r burada A kvadratı bölü r A bölü 2'dir. Onda bu olar bizim üçün 6A kvadratı bölünmüş 4pi vurulsun. R'in bir kvadratı verər bizə A kvadratı bölü 4'ü. Burada da A kvadratlar da ixtisar gedir. 4'lərdə qalır 6 bölünmüş pi. Yəni cevap A variantı. 29-cu sual. Düzgün altbucaqlı prizmanın bütün tilləri A'ya bərabərdir. Onun ən böyük diagonalını tapın. X çəksək, oturacaqdakı düzgün altıbucaqlının ən böyük diagonalı 2A'dır. Bütün tillər A'ya bərabər olduğundan deməli hündürlüklər də A'dır. Onda bax bu düzbucaqlı üçbucaqdan katetlərdən biri A, biri 2A. Onda hipotenuz x, bunlar Pifagor teoreminə görə A kvadrat üstə gəl 2A'nın kvadratı eləyir A kökdə 5. Yəni cevap oldu B variantı. 10-cu sual tənliyin kökləri cəmini tapın. Surətdə x kvadrat üstə gəl x plus 2, məxrəcdə 3x kvadrat üstə gəl 5x çıx 14 bərabərdir. X kvadrat üstə gəl x üstə gəl 6 bölünmüş 3x kvadrat üstə gəl 5x minus 10. Fikir versək birinci kəsrin surəti və ikinci kəsrin surəti. Bunlar bir-birindən 4 vahid fərqlənir. Onda gəlin biz x kvadrat üstə gəl x plus 2'ye bir A deyək, 3x kvadrat üstə gəl 5x minus 14'e B deyək, 3x kvadrat plus 5x çıx 14'e B deyək. Onda bu tənlik bizim üçün A bölünmüş B bərabərdir A plus 4 bölünmüş B plus 4. Bu şəklə düşər. Və buradan da tənasübün əsas xassəsini tətbiq eləyək. AB üstə gəl 4A bərabərdir AB üstə gəl 4B'ye. Bərabərliyin hər iki tərəfində eyni toplanan olduğundan onu ata bilərik. Alırıq 4A bərabərdir 4B'ye. Buradan da A bərabərdir B'ye. A nə idi? X kvadratı üstə gəl x üstə gəl 2. B nə idi? 3x kvadratı üstə gəl 5x çıx 14. Bunları bir-birinə bərabər eləsək, kvadrat tənliyə gəlirik. 2x kvadratı üstə gəl 4x çıx 16. Bərabərdir 0. Hər tərəfi 2'ye bölə bilərdik. X kvadratı plus 2x çıx 8 bərabərdir 0. Köklər cəmini soruşur. O da Viye teoreminə görə x1 üstə gəl x2 bərabərdir mənfi 2 olduğunu alırıq.
Cavab C bəndi. Beləliklə 2000-ci il model testlərinin izahını birlikdə tamamladıq. İndi isə növbə sizdədir. Əgər bu videoda özünüz üçün faydalı bir izah, yeni bir həll üsulu və ya bilmədiyiniz bir məqam öyrəndinizsə, videonu bəyənməyi unutmayın. Və ən vacibi, şərtdə yazın, növbəti ili istəyirsinizmi? Əgər bu videoya maraq böyük olarsa, növbəti model testlərini də hazırlayacağım və bu seriyanı 2001-ci ildən başlayaraq cari ilə qədər davam etdirəcəyik. Bəlkə də bir müddət sonra bu kanal abituriyentlərin bütün model testlərini bir yerdə tapa biləcəyi böyük bir riyaziyyat arxivinə çevriləcək. Ona görə də kanala abunə olun və zəng işarəsinə aktiv edin. Sizinlə mən Lətafət müəllimə idi. Növbəti videoda görüşənədək birlikdə həll edək, birlikdə öyrənək və nəticəmizi birlikdə yüksəldək.